Həqiqətən biz bir zamanda yaşayırıq ki, bizim imamımız həyyidir, diridir və cəmiyyətdədir, insanların içərisindədir və uzun müddətdir də qürbətdədir. Amma bir dəfə olsun biz imamımızla görüşməmişik. Bu bizim üçün həqiqətən acıdır. İnsan imamına tanıya, imamının diri olduğunu bilə, əqidəsi ola, imamı üçün dua eləyə, amma o imamı görməyə, görə bilməyə. İnşallah Allah bizə o tövfiqatı bəxş eləsin ki, əməllərimiz islah olsun. Əməllərimiz islah olsa, İmam Zaman ağa özü gələr, baş vurar və intizarını çəkənlərə salam deyər.